Herkəsə. Bu gün başlıqdan da gördüyümüz kimi mexanikanın bölməsinin üç xəttli bərabər təcili hərəkət paraqrafını incələyəcəyik. Eyni zamanda təcil anlayışı nədir, ona baxacağıq. Əvvəlcə baxaq bərabər təcili hərəkət nədir? Cisim istənilən bərabər zaman fasiləsində sürətini eyni qədər dəyişərsə, bu bərabər təcili hərəkət adlanacaq. Yəni, məsələn, cisim bu yolda hərəkət etdiyi zaman eyni qədər sürətini dəyişərsə, bu zaman bərabər təcili hərəkət adlanır. Burada təcil nədir? Təcil qısaca asan tərifini desək, A bərabərdir V çıx V0 böl T. Tərif isə bu düsturdan çıxır ortalığa. Yəni, sürətin vahid zamanda dəyişməsi və yaxud sürətin dəyişmə eyniliyini xarakterizə edən kəmiyyət kimi də baxmaq olar. Təcilin vahidi A bərabərdir 1 metr bölünsün saniyə kvadratıdır. Və akselerometr adlanan cihazla ölçülür. İngilis sözü olub, təcil deməkdir. Və təcil vektorial kəmiyyətdir. Bunu deyək, yəni həm istiqaməti var, həm qiyməti var. Onun istiqaməti sürətin belə deyək, dəyişməsi vektoru istiqamətində yönəlir. Bərabər təcilli hərəkətdə isə bərabər sürətli hərəkətdə olduğu kimi, necə bərabər sürətli hərəkətdə V bizdə konstant idi, yəni sabit idi. Burada da A konstant, yəni sabit. Bərabər təcilli hərəkətdə. Bərabər təcilli hərəkətdə təcilin qrafikini çəksək, zamandan asılılığını baxarıq. Burada A x böyükdür 0 olacaq. Bu x-lər yenə dediyim kimi, əvvəlki mövzuda demişəm, koordinat olduğuna görə x yazırıq. Yəni, bunu tək A da götürə bilərsiniz. 0 bu isə A x kiçikdir 0 olduğu təqdirdə olur. Cismin t anındakı sürəti isə, yəni müəyyən bir zaman anında, tutaq ki, burada t anındakı sürətini biz necə taparıq? V bərabərdir V0 plus A t kvadratı. Burada vektorların xəttlərini qoyaq. Belə deyək, bərabər təcilli hərəkətin iki növü var. Bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkət. Baxaq, bərabər yeyinləşən hərəkət nədir? Bərabər yavaşlayan hərəkət nədir? Belə deyək, əgər cisim düz xətt boyunca hərəkət eləyirsə, burada sürətlə, yəni V ilə təcil eyni istiqamətdədirsə, eyni zamanda bu əks istiqamətdə də ola bilər. Yəni, tutaq ki, bu koordinat 0-dır. Buradan arxa tərəfə də mənfi istiqamətdə də hərəkət eləsə, yəni əks istiqamətdə də hərəkət eləsə. Bu zaman sürət daha doğrusu cisim bərabər yeyinləşən hərəkət edəcək. Yox, əgər bunun əksinə, məsələn, sürət və təcil fərqli istiqamətlərdə olarsa, bu zaman, daha doğrusu sürət və təcil deyirəm, siz başa düşün ki, sürət və təcil vektorları, yəni əks istiqamətlərdə olarsa, bu bərabər yavaşlayan hərəkət adlanır. Belə. Sonra biz sürətin x oxu üzərində proyeksiyası zamanı onun surətlərinin vahidlərini yazsaq, məsələn, bayaq yazdığımız kimi V bərabərdir V0 plus AT şəklində olur. Vektorları qoyaq. Sonra eyni zamanda V bərabərdir kök altında V0 kvadratı plus 2AS şəklində olur. Sonra V bərabərdir, ya Vx də deyə bilərik,
2sx koordinat olduğuna görə bunlara x yazmağımız daha məsləhətə uyğundur. Normalda koordinat deməsə bu x-lər pozula bilər. Böl t çıx v0x. Əlbəttə, bu yeniləşən hərəkətə uyğundur. Minus şəklində olarsa, yəni bu da minusdur, bu plus olarsa, bu bərabər yavaşlayan hərəkət olacaq. Təbii ki, əgər sükunət halından başlayarsa, yəni sıfırdan başlayarsa koordinat, o zaman bunlar, yəni v0'lar hamısı ixtisar gedəcək. Yəni vx bərabər olacaq at-yə, sonra v olacaq kök altında 2as, bu da 2sx bölünsün t şəklində. Belə. Sonra nəyə keçək? Baxaq. Əsas məsələ koordinatlardır. Biz bilməliyik ki, məsələn, koordinatları çəkim. Məsələn, buna da belə çəkək. Mənfi v0. Yazaq 1-1. Tutaq ki, buna 1 yazaq. Birinci başlayaq. Bu ox, yəni təbii ki, t-dir. Bu da v-dir. Görürsünüz ki, bu da 0'dır. Bu müsbət hissədədir. Bu 1-də təcil 0'dır. A bərabərdir 0. Bu bərabər sürətli hərəkətdir. Yəni 1 x bərabərdir x0 plus vt-dir. Sonra burada baxaq. Bu x oxu istiqamətində bərabər sürətli hərəkətdir. Çünki müsbət hissədədir. Burada isə məsələn 2-də bu x oxunun əksi istiqamətində olacaq. Yəni x bərabərdir x0 çıx vt şəklində olacaq. Sonra baxaq. X oxu üzərində yeyinləşənə. Baxın 3-ə. Biz yazsaq, bunun koordinatı nətər olacaq? 3. X olacaq belə. Sonra biz x0'ın başlanğıc koordinatını yazacağıq. Sonra v0t plus at kvadratı bölü 2. Fikir verirsinizmi? Təcil və surət eyni istiqamətlərdədir. İkisi də müsbətdir. Bu müsbət olduğuna görə, bunlar müsbət olduğuna görə fikir verin. Bu x oxu istiqamətində yeyinləşən olduğuna görə bunlar müsbət olacaq. Sonra 4-ə baxaq. Yəni burada yeyinləşən. Çünki fikir verin, bu burada da başlasa aşağı gəlsə yeyinləşəndir. Çünki mənfi istiqamətində hərəkət eləyir. Buna bir 4 yazsaq, burada da a kiçikdir 0 olacaq. Burada a böyükdür 0 olacaq. Belə, burada da a 0'a bərabər olacaq. Bu 4 var, ha? 4. 4 x oxunun əksi istiqamətində yeyinləşəndir. Bu zaman bu düsturda, 3-cü düsturdakı kimi olacaq. x0. Amma bu müsbətlər artıq mənfi olacaq. Soruşsanız niyə? Bu dedik ki, x oxu əksi istiqamətində yeyinləşəndir və biz burada təcili kiçikdir 0 verdiksə, mütləq şəkildə v0 da kiçik olmalıdır 0-dan ki, bu ikisi də eyni istiqamətdə olsun və yeyinləşən olsun. Bura baxaq. Burada isə, yəni 4, buna bir 5 verək. Bu hissəyə baxsaq. Bu x oxu istiqamətində yavaşlayan olacaq. Çünki a kiçikdir. Bir dəqiqə. Bu 5 yavaşlayan olacaq. Çünki a burada kiçikdir 0. Amma v müsbətdir. V0'ımız burada müsbətdir bizim. 0'dan böyükdür. 5. Yəni
x bərabərdir x0. V0'ımız dedim müsbətdir. Ona görə plus olacaq. Amma təcil get-gedə kiçildi. Yəni bu ox uzun olsa bu gələcək buradan 0'ı aşacaq mənfiyə doğru. Ona görə deyirəm ki, burada a kiçikdir 0. O zaman olacaq minus a t kvadratı bölü 2. Sonra keçək başqa hansına? 5'i bunu yazdıq 6. 6. Bunu göstərək 6 olaraq. Burada isə tam əksin olacaq. Təcil böyüdü 0 olacaq. Çünki yuxarı doğru yavaşlayan hərəkətdir bu da. Necə hərəkət? Burada təcil böyüdü 0. Amma fikir versəz V0'ımız mənfidir, 0'dan aşağıdır. Amma bu oxu uzatsaq, daha çox uzansa, gəlib burada 0 keçib nə vaxtsa müsbətə keçəcək. Ona görə 6 olacaq. X bərabərdir x0 minus v0t. Çünki 0'dan aşağıdadır fikir versəz. Plus at kvadratı bölü 2 şəklində olacaq. Sonra 7. Burada hansılar qalıb? 7'yə uyğun. Buna biz 6 dedik, təbii. 7. 7. 7'də necə olacaq? Hə, burada təcil böyüdü 0 olacaq. Çünki yeniləşir. Ox x istiqamətindədir. Burada x oxu istiqamətində yeniləşən olacaq. Amma başlanğıc surətimiz 0'dır. Ona görə də burada hamısında v0t yazmışdım. Olacaq burada belə. x0 plus artıq v0t olmayacaq. Çünki başlanğıc sürət burada 0'dır. Ona görə olacaq at kvadratı bölü 2. Yəni desəz ki, bir daha deyim. Burada v0t hara getdi? Bunlarda v0 başlanğıc sürət var idi. Burada olmadığına görə biz 0 götürdük v0t-ni. Ona görə atdıq getdi. 8. 8 də bu. Burada 0'dan kiçikdir. Təcili 0 kiçikdən 0'dan kiçik götürsək necə olacaq? O zaman düsturumuz x oxun əksi istiqamətində bərabər yeniləşən olacaq. Necə olacaq? x0, daha doğrusu x bərabərdir x0 minus at kvadrat. Baxsaq, yenə v0t 0 olduğuna görə gedəcək. Yəni biz v0t-ni yazmayacağıq. Bu bizim koordinatlar üzrə belə desək, təyinlik koordinatlara uyğun olaraq təyinliklərini yazdıq. Sonra keçək bərabər təcilli hərəkətdə yer dəyişmənin proyeksiyalarına baxaq. Belə desək, bir də niyə görə məsələn yavaşlayan, yeniləşən yazdıq? Surətin qrafiki 0'a həmişə yaxınlaşdıqca bu bərabər yeniləşən hərəkətdir. Amma sürətdən uzaqlaşdıqca bu bərabər sürətdən 0'dan uzaqlaşdıqca bərabər yeniləşəndir. Yəni bu 0'dan həmişə uzaqlaşdığına görə bərabər yeniləşəndir, amma əks istiqamətdə. Bu 0'dan uzaqlaşdığına görə bərabər yeniləşəndir. X oxun istiqamətində. Fikir versəz bu 0'a yaxınlaşır. Bu 0'dan amma uzaqlaşır. Yəni ona görə bu bərabər yeniləşən və bərabər yavaşlayan anlayışı daxil olunur. Yer dəyişmənin proyeksiyasına keçsək, bunları silək. Bunları sildik. Bunu azaldaq. Keçəkdir. Deməli, yer dəyişməyə yenə baxdıq. S bərabərdir. Necə olacaq? Yer dəyişmə yeniləşən hərəkətdə V0T plus AT kvadrat bölü 2. Eyni zamanda S bərabərdir Vx kvadratı çıx V0 kvadratı bölü 2A. Sonra bunlar hamısı koordinatdır. Sonra S x bərabərdir V0x plus V bölü 2 vur T. Burada başlanğıc sürəti 0'a bərabər olduqda olur belə. S x bərabərdir AT kvadrat bölü 2.
Sonra sx bərabərdir va kvadratı vx kvadratı bölü 2a. Sonra sx bərabərdir vxt bölü 2 şəklində olacaq. Sonra bərabər təcilli hərəkətdə cismin koordinatı isə, yəni x bərabər olacaq başlanğıc koordinat plus başlanğıc sürət vxt, sonra plus at kvadratı bölü 2 şəklində olacaq. Bu koordinatdır. Əgər ki v0, yəni başlanğıc sürəti 0-a bərabər olarsa, bu tərəf olmayacaq. Olacaq x0 plus at kvadratı bölü 2. Sonra belə. Əgər tutaq ki, koordinatda ax ilə t-nin tutaq ki, belə bir asıllığını verib, deyir ki, bizə sürətin dəyişməsi nəyə bərabərdir? Bu zaman burada yaranan bu trapesiyanın sahəsi bizə sürətin dəyişməsini, yəni delta v-ni verir. Bu da necə verir bizə? Tutaq ki, bura a götürsək, buranı b götürsək, burada bir h hündürlüyü götürsək, tutaq ki, burada bir h olsa, biz bilirik də trapesiyanın sahəsi necə hesablanır? Oturacaqlarının cəmi bölünsün 2, vurulsun hündürlük. Eyni zamanda burada sürətin t-dən asılılığı verilsə, bu qaydada trapesiyaya uyğun, burada da sahə yenə tapılacaq. Bu zaman burada təcil verəndə sürətin dəyişməsini tapırdıq. Amma burada da yolu da v ilə verəndə isə yolu tapırıq. Yəni s olur yenə a plus b bölü 2 vur h şəklində olacaq. Sonra buranı da silək. Ümumi keçək nəyə? Yer dəyişmə bəs necə tapılır? Sual olunsa, yer dəyişmə isə düsturu belədir. Sx bərabərdir vx plus v0x bölü 2 vur t. Bunun asıllığı isə v ilə belə olacaq. Yəni t gələcək belə. Sizdən soruşa bilər nəyi? Tutaq ki, buradan bura mənfi v0, daha sonra v, bu da ki v0 şəklində ola bilər. Və sizdən yer dəyişməni soruşsa, bu düsturdan tapacağıq. Sonra bir də var n-ci saniyədəki yer dəyişmənin düsturu. Yəni tutaq ki, deyirik 5-ci saniyədəki yer dəyişməni tapın və yaxud 8-ci saniyədəki yer dəyişməni tapın. Təcili və s. veribsə, o zaman delta s bərabərdir başlanğıc sürət plus təcil vurulsun həmin o verdiyi saniyənin 2 misli çıx 1 bölünsün 2 metr. Təbii ki, başlanğıc sürət 0 olsa ümumi düstur bu şəkildə olacaq. İndi isə biz asıllıqlara baxsaq, məsələn, bərabər təcilli hərəkətdə tutaq ki, v, x zamanla düz mütənasib asılıdır. Yəni nətər? S bərabərdir a t kvadratı, da dursa belə. Dəqiqə. O yox, o belə olacaq. V bərabərdir. Mən S düsturunu hesabladım. V bərabərdir V0 x plus AT. Tutaq ki, bərabər təcilli hərəkətdə təcil heç V ilə T düz mütənasib olacaq. Amma S ilə T parabolik asılı olacaq. O da hardan çıxır? Biz dedik axı S bərabərdir V0T plus AT kvadratı bölü 2. Fikir versəz bu, bundan kvadratik asıldır. Yəni olacaq S-in T-dən asılılığı parabolik. Əgər bu aşağıda olarsa, bu zaman bu da belə olacaq. Belə. Eyni zamanda bu koordinata da aiddir. Sonra nəyə baxaq? Sonra izahını verək. Bu asıllıqları bildirsə, biləcəksiniz inşallah.
Biz OX oxu istiqamətində, OX oxunun öz istiqamətində yeyinləşən V-nin T-dən asıllığını, S-in T-dən asıllığını, A-nın zamandan T-dən asıllığına baxsaq, V ilə T düz mütənasib, S ilə T belə, bu isə konstantdır. Düsturları da hardan gəldiyini bayaq dedim. Bu V bərabərdir V0 plus AT-dən, bu S bərabərdir V0 T plus AT kvadratı bölü 2-dən. Bu isə ilə bərabər təcilli hərəkətdə təcil konstant olduğuna görə. İndi əksi istiqamətində yeyinləşənə baxsaq, o zaman asıllıq belə olacaq. Əksinə. O zaman V ilə V T. Burada belə olacaq. S parabolik olacaq, amma əksinə A da sıfırın altında. Bunlar hamısı sıfırdır. Götürsək. Sıfırın altında konstant olacaq. Amma indi bunlar yeyinləşən hərəkətdir. Yavaşlayan hərəkətdə OX oxu istiqamətində yavaşlayanlara baxsaq, V-nin T-dən sıfırdan böyük qiymətində belə asılı olacaq. S T ilə belə asılı olacaq. A sıfırdan böyük qiymətində belə olacaq. Yavaşlayanda. OX oxunun əksi istiqamətində isə belə olacaq. Tutaq ki, V T sıfır olsa belə gələcək bunun kimi. S T ilə asıllıq olacaq belə. A burası sıfır olsa, bu isə belə. Bu yeyinləşən, bu isə yavaşlayan hərəkətin koordinatlarıdır. Belə desək, bu OX oxu istiqamətində yeyinləşən, OX oxunun əks istiqamətində yeyinləşən, bu OX oxunun istiqamətində yavaşlayan, 3, bu dördüncü isə OX oxunun əks istiqamətində yavaşlayan olacaq. Məncə bu qədər bəs eləyir. İndi gələn videoda daha doğrusu bərabər təcilli hərəkət və təcil mövzusu haqqında topladakı suallara baxacağıq və onun izahını verəcəyik.